Bəli, hörmətli telesəhər tamaşaçıları, biz davam edirik və bugün 8 mart Beynəlxalq Qadınlar Günüdür və istərdik ki, bəylər də həvəslə, böyük məmnuniyyətlə xanımlarını təbrik etsin və əslində şaiq, bizim telesəhər komandamız da bugün xanımları təbrik etməyə hazırdır və elə biraz da bu süjetdən danışacağıq biz, çünki biz əməkdaşlarımızla bərabər xanımlarımızı biraz təcrübələməyə çalışdırdıq. Yəni, onları təəccübləndirmək üçün, bəli, şəhərdə bizim əməkdaşımız xanımlarla bir-bir görüşüb, onları təbrik edib, gül təqdim, kutulara bax. Əslində... Siz elə bildiniz ki, biz siz efir aparacaqsınız. Təbrik edirəm. Biz təbrik edirəm sizi. Təranə, təbrik edirəm. Mən hiss eləyirdim Qarışdıq bir-birimizə. Mən hiss eləyirdim ki, onlar bugün bizi tək burada qoymayacaqlar. Yox, mən fikirləşmişdim, bizim plan bu deyildi də. Bizim planımız bu idi ki, biz hazırlığımızı görüb, buradan çıxandan sonra görüşüb, onlara gül təqdim edəcəkdik. Gəl o sürprizi efirdə edək. Sən xanımlardan danışma, gələm hədiyyələri götürək. Yaxşı, necəsiniz? Dostlar, sabahınız xeyir olsun. Əla, siz necəsiniz? Çox sağ olun. Bayaqdan sizi izləyirik əslində. Çoxdan gəlmişsiniz də onda şirkətə. Bəli, biz gəlmişik burada bayaqdan izləyirik. Bizim ekskluziv Güllər hədiyyələrimiz sizin sizə. kimi gözəl deyil, amma bu balaca bir hədiyyəni prezidenti bizdən... Təşəkkür edirik, çox sağ olun. Biz sevinərik və xanımlar, fürsətdən istifadə edib sizi təbrik etmək istəyirəm. Çünki həqiqətən də sizin gözəlliyiniz, sizin işə yanaşmağınız bizi bəyləri çox xoşbəxt edir. Nə qədər əylənsək də, Həmişə bizim yanımızda olun. Həqiqətən yoxluğunuzu hiss eləyirik. Dil topa... O dönür mənə deyir aradakı könül, mən ona deyirəm təranə. O qədər qarışdırmışım ki, hər şeyi. Təranə ilə könülə oxşamasaq da, amma ruhən sizi axtarırdıq həmişə. Təşəkkür edirik. Təşəkkür edirik diqqətinizə görə. Təranə, mən birinci növbədə səni təbrik edirəm, əziz gözəl həmkarım və təbii ki, sizlər də dostlar çox sağ olun, var olun və fürsətdən istifadə edib bütün xanımları telesəhər efiri vasitəsilə təbrik edirəm və hər şey ürəyinizcə olsun və əslində Təranəni birinci növbədə təbrik eləməkdə məqsədim o idi ki, xanımlar, hər zaman özümüz də birinci növbədə yəni bir-birimizə hər zaman dəstək olaq, hər zaman bir-birimizin uğurlarına sevinək. Bunlar qruplaşıb gəliblər, xəbərin var sənin? Bugün elə bir heç olmasa bugün yox. Təşəkkür edirəm bizim əziz həmkarlarımız diqqətiniz üçün. İstədik biraz sizi təəccübləndirək bugün. Tək qoymaq istəmədik əlbəttə. Biraz təəccübləndik. Və mən də pozuldu. fürsətdən istifadə edib ekran başında bizə izləyən bütün xanımları təbrik edirəm. Xanımların rolu çoxdur əslində həyatda. Qadın anadır, yoldaşdır, həyat yoldaşıdır, bacıdır. Amma rolundan asılı olmayaraq hər zaman bir arzum var ki, xanımların içindəki xoşbəxtliklə üzündəki gülüş hər zaman bəhtətli olsun. Ən böyük arzumuz da bundan ibarətdir. Bəli, və artıq bu sujetimizi təqdim etməyin zamanıdır. Bizim əməkdaşımız Vüsal paytaxt Bakıda xanımlarla görüşür, təsadüfi görüşlər və onlara gül təqdim eləyir, onları təbrik eləyir. Nə gözəldir, Azərbaycan televiziyasının əməkdaşları görürsə necə centilmendir. Həm də kreativdirlər. Biz kreativdirlər eyni zamanda. Bəli. Elə keçək sujetimizə, Vüsal bizi gözləyir və o şəhərə gedib xanımları marağı hədiyyələrlə təəccübləndirib. Səkiz Mart Beynəlxalq Qadınlar Günü münasibətilə telesəhər komandası olaraq məhz paytaxt ərazisində bir neçə xanıma yaxınlaşacağıq və əlimiz olan bu günləri onlara təqdim etməyə çalışacağıq. Gedək. Salam, bayramınız mübarək olsun. Necəsiniz? Buyurun. Təşəkkür edirəm. Bugün bayramınız nə demək istəyirsiniz? Can sağlığı arzu edirəm, əmin-amanlıq. Xanımlara xoşbəxtlik, can sağlığı arzulayıram, gözəl günlər arzulayıram. Xanım kitab oxuyur, indi biz həmin xanıma yaxınlaşacağıq. Salam, bayramınız mübarək olsun. Sizə gül təqdim edə bilərik. Sağ ol, çox sağ ol, çox sağ ol. Necəsiniz? Allah razı, sağ olun. Bunu gördüm, lap yaxşı oldu. Yaxşı olasınız. Sağ olun, ata. Hədiyyə almışsınız indi bugün. Yox, cavanlara can sağlığı, Allah hamısı xoşbəxt eləsin. Əziz bayramları yaxşı keçirsinlər. Sizə gül təqdim edə bilərik. Eləmək olar. Bugün hədiyyə almışsınız heç? Yox, Bizim ilk hədiyyəmizdir. bəli. Bugün sizə təqdim edirik. Sağ olun, var olun, xoşbəxt olun. Qadınları 8 mart münasibətilə təbrik edirəm. Allah Teala həmişə gülər üz eləsin onları, günləri xoş keçsin, xoşbəxt olsunlar. Hamıya, bütün qadınlara can sağlığı,
üzü gülər olsun həmişə. Ruzulu, bərəkətli olsun. Təşəkkür edirəm. Bayramınız bir daha Sağ ol, mübarək. sağ ol. Xoş gördük. Necəsən balaca? Yaxşı, Adın nədir? Ayla. Ailə 8 mart nə günüdür? Qızlar günü Bax, bu gün hədiyyə veriblər sənə. verdilər. Nə veriblər? Lampa Mən də sənə gül versəm olar? olar. Buyur. Çox sağ ol. Öpə bilərəm səni. Salam, sizi 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirik. İşinizdə həmişə uğurlar arzu edirik. Allah razı olsun. Və nə demək istəyirsiniz? Bugün bayramdır. Allah nə bilir, deyə bilərəm. Allah hamıya da nəsib eləsin. Sizi kimi qardaşlar sağ olsun, cebi dolu olsun. Yəni bizi kimi qadınlara dəyər verirsiniz. Salam xala. Sizi 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirik. Buyurun. Sağ olun. Salam, bayramınız mübarək. Çox sağ olun. Hədiyyə təqdim edə bilərik sizə. Çox sağ olun. Təşəkkür edirik. Necəsiz? Sağ olun. İşləriniz necə gedir? Şükür yaxşıdır. Bütün qadınlar bayramı təbrik edirəm. Həmişə belə gözəl olsunlar, sevib sevilsinlər. Salam, bayramınız mübarək. Sizə gül təqdim edə bilərik. Sağ olun, çox sağ olun. Necəsiz? Sağ olun, çox sağ olun. İşləriniz necə gedir? Əla, çox sağ olun. Allah Bugün bayram nə demək istəyirsiniz? bayramda nə deyə bilərəm? Bütün qadınlarımıza can sağlığı, uzun ömür, təbəssümləri də üzlərindən əksik olmasın. Bayramınız mübarək olsun. Sizə gül təqdim edə bilərik. Çox sağ olun. Necəsiz? Yaxşıyım, çox. İşləriniz necə gedir? Şükür Allah, normal, yaxşı. Neçəyədir metroda işləyirsiniz? 10 il. Nə demək istəyirsiniz xanımlara? Sağlamçılıq olsun, xoşbəxtlik olsun, can sağlığı olsun hamıya. Sən metroda istifadə edən sərnişinlərə nə demək istəyirsən? Təmizliyə riayət etsinlər.